İradə xanım, uzun sürə bir aradan sonra izləyicilərimizlə özünüzün hansı fikirlərini bölüşmək istəyirsiniz? Düzdür, bizim suallarımız var, izləyicilərimizin sualları da, amma bu sualları saxlayıram sona. Amma indi sizin içinizdən nə gəlir ki, bəs bu kameralara danışasınız və onlar ancaq sizə qulaq assınlar? Çox istərdim bölüşməyə. Bəzi beynimdə o vəhlər gəlir və çox şey insan ayrı cürə artıq görməyə başlayır və indi sadə bir şeydən başlayardım. Məsələn, o işləyir 2/2 kimi. Bunu bilmək üçün hər bir insan hazır olmalıdır və başa düşməlidir. Ümumiyyətlə kainat və yer kürəsi necə işləyir və ümumiyyətlə insan nə üçün doğulub və nəyi dərk edib yaşamalıdır. O huzur içində yaşamaq üçün o huzurun mexanizmi var. Huzurun mexanizmi var. Huzurun mexanizmi var. Huzur dolu yaşamaq üçün, insan həqiqətən xoşbəxt olmaq üçün bu dəqiqə bu mexanizmi sadəcə çəkəcək və insan başa düşməlidir. Bunu hamı bilir, amma nə kimi onu istifadə etməyi bacarmır. İnansız, bu dəqiqə elə bir dövrdür. Yəni ChatGPT Instagramdır. Yəni o qədər informasiya gəlir insanlara və var insanlar poliglot, onlar çox hər şeyi oxuyurlar və çox şey bilirlər. İnansız bu vaxtda bir insandan rastlaşmışdım və dedim ki, 10% sən oxuduğunu heç mənim vaxtım olmayıb oxumağa. Ancaq fərq oradadır ki, oxuduğu, bildiyi praktiki həyatda istifadə edə bilmirsən. Yəni bilmək ayrı, həyata keçirib istifadə etmək o ayrı bir məqamdır və istifadə burada başlanır sırf sizin yaşadığınız evdən. Baxın, məsələn də biz doğuluruq. Harda? Yer kürəsində. Və 7 qat göydə var, düzdürmü? Bunu mən dəfələrlə danışırdım və dəfələrlə Quranda və hər bir yerdə bu yazılır. 7 qat yerdə, düzdürmü? Bəli. 7 qat insanın içində, düzdürmü? Düzdür. Bu ayaqlardır, 1, 2, göbək 3, sinə 4, 5 boğaz, 6 bəsirət gözü, 7 əmgək. Baxın, indi mən sadəcə sizə bir şey deyəcəm. İnsanın içində var ruh deyilən bir şey. O yerləşir. Bu 4-cü çakrada, sinə çakrasında. Ruhumuz. Artıq sübut eləyiblər ki, düz ürəyin içində yerləşir. Və insan sıxılanda, sıxıntı yaşayanda neyinir? Ay sıxıldım. Nədir? Ay sıxıldım. Ay pis oldum. Və çox vaxtı başlayırlar müraciət etməyə həkimə. Özüm də həkiməm. Ümumiyyətlə birinci bizim sualımız o nevroz ürək xəstəliyi və həqiqətən ürək xəstəliyi nə ilə seçilir? Burada həqiqi ürək xəstəliyi çəkir, ürək ağrısı çəkir maksimal 30 saniyədən 5 dəqiqəyə kimi. Uzun müddət çəkə bilmir. 1-2 dəqiqə. Müxtəlif, yəni ki, o hər bir ürək həkimi deyə bilər. Ancaq nevroz xəstəliyi olduğu, o uzun müddət. Soruşursan, ürəyin neçə müddət ağrıyır? Deyir, günlərlə. Günlərlə deyəndə, onu göndərirlər müxtəlif həkimlərə, müxtəlif yoxlamalardan keçirlər və deyirlər, sən sağlamsan. İnsan da dəli olur ki, yəni mən necə sağlamam? Mənim ürəyim ağrıyır. Bu həqiqətən, bu ürək ağrımır. Bu ruh ağrıyır. Ruh ağrıyır. Ruh ağrıyır.